hardasa 40 min dollardan çox ziyan eləmişdim. Neydi Adı adı? Cibim idi. Aha. GYBYM. Aha. Onu biz adını qoyandan sonra hamı onu tələffüz eləyəndə mənim o qədər ürəyim ağrıyırdı ki, çölə çıxmırdım evdən. Və hamı da yazırdı ki, sən Amerikadasan, bu şəkil alınır falan. Dedim mən çölə çıxmıram. Yəni 8-9 saat elə bir hazırlaşıram. 4 il diplom almaq daim mənasız olacaq. Çünki siz ikinci kursda olanda artıq sizin birinci kursda qərar verib, instituta girib öyrəndiyiniz ixtisas artıq yox ola bilər. 70% və ya daha çox gündəlik təkrarlanan iş varsa, onun hamısı əvəzlənəcək. Empatiya. O olanda məncə onu heç bir robot və yaxud süni intellekt əvəzlənməyəcək. Ona görə hamı empatik olsun. Cavab düz aeroporta gedəndə çıxdı. Offer gəldi belə, dedim şükür Allah. Yoxsa mən cəmaata nə deyəcəydim, hanı bu şəkillər Amerikada? Salamlar, hər birinizi bizim kanalımızda xoş gördük. Bugün Ülfət Hacıyev qonağımızdır. O Amerikada AWS-də startup proqramına rəhbərlik edir və bugün bizim xüsusi qonağımız hesab olunur. Sizi xoş gördük. Çox sağ olun Əfsanə xanım. Mən çox sevinirəm ki, Azərbaycanda belə maarifləndirici podkastlar var. Çox sağ olun dəvət üçün. Biz çox sevinirik ki, siz bugün gəlib çıxa bildiniz. Bizim üçün əl çatmaz idi sizinlə əlaqəyə keçməyə artıq. Amma çox şadıq ki, bugün burdasınız. Gəlin lap əvvəldən başlayaq. Amazona necə gedib çıxmısınız və bu gedib çıxdığınız yol bilirəm ki, elə də birdən-birə olmur. Karyera yolunuz bizə maraqlıdır. Hardan başlamısınız və necə nəticələnib? Mən Dövlət İdarəçilik Akademiyasını bitirmişəm və ondan sonra biraz bank sektorunda çalışmışam. Elə işləyəndən sonra orada praktikaya göndərmişdilər. O vaxt Zamin Bank var idi. Bəzən indi də kimsə mənə deyir ki, bəs soruşuram, deyir, bank sektorunda işləyirəm, kimdir məni Amazona götürən? Mən deyirəm, hamı elə başlayır, mən özüm də elə başlamışam, yəni sadə bir balaca bankdan. Ondan sonra mən Avropaya oxumağa getdim Brüsseldə və oxuyandan sonra orada çalışdım, məsəl üçün IBM şirkətində. Ondan sonra qayıtdım, EY şirkətində işləmişəm, Ernst & Young, yerli texnologiya şirkətlərində işləmişəm. Çox vaxtı IT sahəsi olub və sonunda yol məni apardı Amerikaya və elə oldu ki, startup təcrübəm, tech sahələrdə olan təcrübəm nəsə çox uyğunlaşdı onlar üçün və uzun işə qəbul etmə prosesindən sonra onlar məni qəbul etdilər. Amma mən sizə deyim ki, hər şeydən önəmli bu IBM, Ernst & Young-la xaricdə oxumaq, onların fokusu məhz mən qurduğum startup üzərində olmuşdu. Onlar mənə o barədə çoxlu suallar verirdilər. Çünki Amazon kimi nəhəng şirkətlər, onlar birinci növbədə owner, yəni sahib olan insanı axtarırlar. Ki, yəni insan gəlib ona tapşırıqsız, daima onun üzərində durub demək ki, sağa get, sola get, bu problemi həll elə. Əvəzinə özü sahiblənib, o dotları connect edib, yəni nöqtələri birləşdirib, problemləri həll edə bilən insanları axtarırlar. Ona görə founderlar onlar üçün xüsusi cəlb edicidir. Xüsusilə də ona görə ki, həm də startup community-dir, startuplara biz xidmət edirik ona görə. Siz bu işə müraciət edəndə hansı vəzifədə çalışırdınız? Artıq öz startupınızı böyütməyə çalışırdınız, yoxsa həm də fikirləşirsiniz ki, Amerikaya köçəsiniz, bu proqrama müraciət edəsiniz? Necə oldu? Mən startupı belə oldu da, startupım mənim var idi. Bilməm, bilirsiniz, bilmirsiniz, mən də həm 2-ci Qarabağ müharibəsinin veteranıyam. Bəli, bilirəm. Müharibə dövründə elə alındı ki, mən startupı qoyub müharibəyə getməli oldum. Ondan sonra gələndən sonra Amerikaya getdim. Amerikaya getməmişdən əvvəl mən yerli şirkət var idi, orada IT sahəsində çalışırdım. Digital Transformation streami aparırdım. Hansı şirkət idi? Smart Solutions Group. Oradan bir müsahibimiz bizim qonağımız Sübhan bəy. Sübhan bəy bildiyim qədər Smart Solutions-da işləyib. Ola bilər. Oradan, yəni belə deyək də, düzdür, balaca şirkətdir, perspektivli şirkətdir. Amma oradan, yəni belə bir nəhəng şirkətdən getməmişəm Amazona. Amma həmin müddətdə o startup təcrübəniz də var idi. Yəni startup təcrübəniz uğurlu idimi, yoxsa bir o qədər də işlər yaxşı getmirdi? Çox uğursuz idi.
o startap təcrübədə hər şey uğursuz idi. Təsəvvür eləyin, ən uğursuz şey odur ki, adı belə uğursuz idi. Adı Cibim idi. GYBYM. Onu biz adını qoyandan sonra hamı onu tələffüz eləyəndə mənim o qədər ürəyim ağrıyırdı ki, o belə emojilər olur o belə. Az qala mən belə gəzirdim şəhərdə. Hamı deyirdi ki, GYBY. Üçüncü hərfdən sonra unudulurdu da. Mən də belə qalırdım, deyirdim ki, hayda biz nə etmişik. Adından tutmuş çox şeylər var idi. Yəni founder uyğunsuzluğu var idi. Bayaq siz dediniz süni intellekt və s. və alaxır misal çəkdiniz ki, nə edə bilərik. Həmin səhvləri biz də eləmişik. Yəni texnologiyanın üzərində çox fokuslanmışıq ki, bu Python olmalıdır. O vaxt nə bilim Flutter var idi, Google-un texnologiyası. Yox, bu texnologiya olsun, çantanın rəngi belə olsun. Müştəri qalıb qıraqda. Müştərinin problemi başa düşən yoxdur. Biz düşmüşük, nə bilim, bağlar belə getdi, texnologiya belə getdi. Yəni orada mən anladım ki, texnologiya özlüyündə heç bir şey həll eləmir, heç nə deyil. Bütün proqram təminatı mühəndisləri məncə bu səhv eləyir. Ancaq hə. Hə, çünki fokuslanırlar proqram tərəfinə və baxmırlar ki, müştəri nə istəyir. Bəli. İstifadəçinin tələbi nədir? Bizim də elədiyimiz ən birinci bir nömrəli səhv olub. Mən hətta o vaxt mentorum var idi. O deyirdi ki, biz planşetlər sifariş eləmişik. Yəni mən axırıncı pullarımı qoymuşdum ki, startapı qaldırım. O mən dedi ki, bu planşeti nə alırsan ki, 50 dənə falan. Hələ sən bazara çıxmamısan, bilmirsən müştəri necə reaksiya verəcək. Müştəri sən bazara çıxanda sən onu vaxtında yemək isti çatdırmayan da o səni yıxıb sürüyəcək. Sən ona deyə bilmirsən ki, bəs axı biz qəşəng bəzəkli çanta almışıq, bəs axı biz gecə yatmayıb, pizza yeyib, nə bilim, bak təmizləmişik, planşetimiz var. Who cares? Bəs neçə min dollar ziyan eləmişdiniz? Və nə qədər müddət bu getmişdi proses? Hardasa 40.000 dollardan çox ziyan eləmişdim. Proses də hardasa 2 il. 2 il və gördünüz ki, bu uğur gətirmir, amma yenə davam edirdiniz. Davam eləyirdim, hə. Sizi orada saxlayan nə idi? Mən özdə ən pisi o deyil. Ən pisi oldu ki, mən işləmirdim və Ernst Young'dan çıxıb mən ora getmişdim. Yəni mən ərizəmi yazmışdım və son günümdə də demişdim ki, bəs mən o belə deyək, sahibkarlıq qaşınmam tutub gedib onu mütləq realizə eləməliyəm. Bu yaxınlarda bir dostumu gördüm, Targovo deyilən ərazidə. O da dedi ki, biz bir yerdə coworkingdə olmuşuq. Hər kəsin belə bir xəstəliyi var da. Biri qumar oynayır, biri nə bilim startap qurur. Nəşə çəkir, biri nə bilim nə edir. Bizdə də budur da. Yəni biz mütləq şəkildə onu belə azart mı deyim, nəsə bir onun dalınca gedirik. Bu idi saxlayan. Yəni mən bu işi çox sevirəm. Hətta indi də ondan sonra deyirdim ki, startapdan sonra mən yalnız elə bir şirkətdə olmalıyam ki, onlara xidmət eləsin. Çünki mən onların ağrısını bilirəm, nə çəkirlər və s. və axır. Bəlkə də heç böyük şirkət olmağına baxmayaraq mən gedib orada işləyə bilməzdim əgər orada startaplar olmasa. Elə Amazonda da bu vakansiyaya müraciət etmisiniz, startap proqramlarına rəhbərlik. Necə oldu bu vakansiyanı tapdınız? Necə oldu proses? Ümumiyyətlə bu xaricdə iş müsahibələri də uzun olur, müəyyən mərhələlər olur, tapşırıqlar göndərirlər. Sizdə necə idi? Mən Amerika getməmişdən qabaq tətilə gedəcəkdim və bir-iki dənə yerə CV göndərdim. Onların arasında Amazon da var idi. Təsəvvür eləyin, bir dənə Apple var idi, bir dənə Google var idi. Adlarını çəkə bilərəm də. Əlbəttə. Deyirəm reklam olmasın, birdən satışlar çoxalır. Satışlar çoxalır iPhone-un. Və Apple-la Google reference tapmışdım. Onlardan kəsildim. Amazonda isə bir dənə vakansiya idi. Yəni belə nə gəldi şey eləmirdim də, müraciət eləmirdim. Yalnız bu vakansiya idi. Necə tapmışdım? LinkedIn-dən yazırdım məsəl üçün startup çıxırdı, keywordlara uyğun elə tapmışdım. Və onu apply elədim. Sonra getdim səyahət eləməyə. Amerikada olan ikinci günüm idi. Elə bir gəldim 26 iyunda, 27 iyunda bəs mənə yazdılar ki, biz sizlə görüşmək istəyirik. Yerindəcə görüşdünüz yoxsa onlayn müsahibə oldu? Online.
O vaxtda hələ də onlayn var idi. İndi də onlayn. Hə, daha çox onlayndır. Hə. Prosta dedim yerində siz Amerikadasınız, həm də üzbəüz müsahibə mi oldu görəsən? Yox, üzbəyiz olmadı. Onlar heç bir şəhərdə yaşasalar da çox nadir hallarda üzbəyiz görüş eləyirlər. Nəyə görə? Çünki düzdür bir mövzudan o birisi mövzuya qaçırıq. Aha. Çox resursludur da o üzbəyiz görüş təşkil etmək. Məsəl üçün otaqda yer tapmaya bilərsiniz. Nə bilim siz gedirsiniz ora, orada görüşürsüz, sağollaşmalısınız, nə bilim eləməlisiniz. Amma bizdə o qədər back to back meetinglər olur ki, məsəl üçün 30-da qutarır, 31-də biz iclasa giririk. Elə bir vaxt yoxdur ki, biz 15 dəqiqə onu sağollaşaq və ya small talk eləyək. Ona görə bizə sərf edirik ki, 30-da bitdi, 31-də başqa cəngə girdi. O baxımından düzdür belə Henry Fordun o produktivliyinə gedirik ki, belə maşın tappa-taraf gedir. Amma əfsuslar olsun ki, Amerikan korporativ sistemi belə işləyir. İlk müsahibədə nə suallar vermişdilər? İlk müsahibədə ümumiyyətlə onların sistemi belə qurulub ki, behavioral suallar verirlər. Azərbaycanca yəqin ki, davranış sizin məsələn riskli anlarda necə davranardın, situasiyaları deyir, кейsləri deyir ki, bunda nə edirdin? Bəli. Onlara da uyğun olaraq, yəni çox strukturlu suallardır. Yəni növ olaraq davranış suallarıdır. O davranış sualları ona yönəlib ki, siz keçmişdə hansı situasiyalarda necə davranmısınız? Çünki Jeff Bezos deyirdi ki, yalnız biz keçmişdə insanın professional həyatda, işdə necə davrandığını bilərək proqnoz eləyə bilərik ki, insan bu işdə necə özünü aparacaq. Yəni müvafiq situasiyalarda problemi necə həll eləyəcək, müştəriyə necə xidmət eləyəcək və s. və l. Bizim 16 dənə liderlik prinsipimiz var. Məsəl üçün customer obsession, bias for action və s. və l. Və ona uyğun 16 dənə liderlik prinsipinə uyğun xüsusi suallar verirlər. Ki başa düşsün ki, bu davranış sualı məsəl üçün customer obsession ona uyğundur. Məsəl üçün axırıncı dəfə siz müştəri narazı qalanda siz necə eləmisiniz ki, həm şirkətinizin maraqlarını tutmusunuz, yoxsa müştərinin maraqlarını tutmusunuz? Və siz də başlayırsınız onu müvafiq formatda danışmağa. Yəqin ki, hamı bilir, izləyicilər də Star Matrix-də. Yəni situasiya necə olub, sizin tapşırıqlarınız, task necə olub, sizin actionlar, yəni elədiyiniz hərəkətlər nə olub və result nəticə nə olub və ona uyğun da onlar başa düşürlər ki, yəni siz onu mütləq o formatda deməlisiniz. Birinci intervyuda da qısa olur. Ümumi belə danışıqlar olur. Warm up, small talk. Ondan sonra bir dənə elə sual verirlər. Ondan sonra qərar verirlər. Ki növbəti etapa keçmək olar yoxsa yox. Sonrakı müsahibə idi yenə yoxsa necə idi? Sonrakı müsahibə ümumiyyətlə 8 saatlıq loop intervyu deyirlər. Və o 6 ya da 7 nəfərlə keçirildi. Orada isə bu suallardan daha çox verirlər. Məsəl üçün rol götürülür. O rola uyğun götürülür 16 dənə leadership principle-dan, liderlik principle-dan ki, bu rolu məsuliyyətlə yerinə yetirmək üçün hansı əsasən top liderlik prinsipləri var? Məsəl üçün insan owner olmalıdır, customer obsessed olmalıdır, bias for action olmalı, tez hərəkət eləməli və s. və l. 3-4-ünü götürürlər və ona uyğun suallar hazırlayırlar və hər bir kəsə intervyu aparana hər bir leadership prinsipini götürür, o sualları götürür, başlayır ona verməyə. 30 dəqiqəlik olur. Səhv eləmirəmsə ola bilsin 1 saat yadından çıxa bilər və sualları verir, cavabları yazır və belə intervyu gedir. Və 8 saat çəkir. 8 saat çəkir. Çox önəmlisi odur ki, practice makes it perfect. Yəni bəzən insanlar gəlir belə düşünür ki, böyük bir holdingdə işləyib Azərbaycanda, təcrübəsi var 25 il və çıxıb orada nədənsə danışacaq və yaxud nədənsə danışa bilər. Amma bu illüziyadır. Yəni kim olursa olsun, əgər hazırlıqsız o yerlərə girirlərsə, çox nəticə də yaxşı olmayacaq. Ona görə mən təsəvvür edin ki, 3 həftə gündə 8-9 saat hazırlaşırdım. Müsahibə Yusuf. Xüsusi bir adam tapmışsınızmı ki, Amazonda desin ki, müsahibədə bunları eləsən daha yaxşı olar? Yox, elə adam tapmamışdım.
Zaten indi internetdə YouTube-a çoxlu baxırdım da, yəni insanlar çıxıb öz təcrübəsini danışır və s. və axır. Amma mock interview deyilən bir anlayış var, yəni belə sınaq imtahan deyək də. Ona Amazonda işləyən bir nəfər tapmışdım. O bir dənə ondan, bir dənə başqa dostumdan kim qabağıma çıxırdı küçədə deyirdim ki, bir dənə mənə mock interview ver, bu suallar ver mənə. Mən də danışım, ardıcıl olaraq və heç bir yerdə qırılma olmasın. Yəni mən o 3 həftə təsəvvür edin ki, nə demək istəyirəm? Funny, gülməli şey oldu ki, mən ora getmişdim tətilə. 3-4 həftə çöldən evə çölə çıxmırdım evdən. Və hamı da yazırdı ki, sən Amerikadasan, şəkil alın falan. Dedim mən çölə çıxmıram. Yəni 8-9 saat elə bir hazırlaşıram. Və yalnız bir dənə vakansiya idi. Yəni başqa şeyə də apply eləmirəm. Sonra özümü düşünürdüm ki, Azərbaycan maaşına gəlmişəm Amerikada, burada səyahət eləməyə əvəzinə gedib düşmüşəm onun dalınca. Axırda həm əldən olacağam, həm vəlidən. Nə tür olacaq bu? Axıra kimi də təsəvvür edin, cavab düz aeroporta gedəndə çıxdı. Offer gəldi belə, dedim şükür Allah. Yoxsa mən cəmaatı nə deyəcəydim, hanı bu şəkillər Amerikadan? Gəlib daha rahat gəzə bilərəm. O 3 həftənin heyfini çıxaram indi. Əla, çox sevindim ki, belə nəticə uğurla alınıb. Yəni xüsusilə də aeroportda cavabın gəlməsi lap belə qəşəng olub. Yəni risk düzdür, elə bəlkə də böyük risk deyil. Amma Azərbaycan maaşını mən elə burada qazanmırdım da. Yəni orada da kifayət qədər çox idi. Yəni o risk eləmək okey də, yəni orada qalmaq xərci, qidanı düşünəndə elə o da böyük bir məbləğdir. Hə. Ona görə də əla, nə yaxşı ki. Digər suallarımız isə budur ki, sizin hal-hazırki işinizlə bağlıdır ki, siz həm startap qurmusunuz, həm AWS-də startap proqramına rəhbərlik edirsiniz. Burada gündük işiniz, məsuliyyətləriniz, illik etməli olduqlarınız nələrdir və sizə gələn müraciətləri hansı şərtlər altında cavablayırsınız? AWS-in böyük, nəhəng startap dəstək verici belə deyək də proqramları var. Onlardan ən böyüyü Activate-dir. Startap quranlar, startap community-sində olanlar yaxşı tanış olarlar. Ondan savayı bizim strategic pursuits, incremental workloads adları altında tanınan daxili proqramlarımız var ki, hansı ki biz çox perspektivli startapları udmağa çalışırıq. Onların etimadını qazanaraq həm də onlara dəstək olmağa çalışırıq. Onu deyim ki, hamısı bu proqramlar il boyu açıq olur və istənilən startap müraciət edə bilər, yoxsa xüsusi bir seçimlər var, tutaq ki, AI ilə bağlı olsun, iqlimlə bağlı olsun, varmı xüsusi belə şərtlər? Şərtlər, yəni ümumi birinci investisiya mexanizmi deyim, nədən ibarətdir? Mexanizm ümumi səhm almaq yox və birbaşa yatırım deyil. Siz bilirsiniz ki, startap yaradanda ən başlıca xərclərdən birincisi insan resurslarıdır, ikincisi isə xüsusilə də texnologiya startapıdırsa, bu infrastruktur xərclərdir. AWS-in də və digər başqa şirkətlərin analoji proqramları var ki, onlar məhz bu xərci ödəməyə yönəlmiş yatırımlar eləyirlər. Məsəl üçün, hansısa bir modeli train eləmək üçün startap ayda xərcləyə bilər. Baxırsan revenue'su yoxdur, xərci 300 mindir. Təbii ki, ona yatırım eləyib 10 milyon, 20 milyon. Yəni o 200-300, biz də onda məsəl üçün elə startap var ki, startapın adını çəkə bilərəm. Əlbəttə. Məsəl üçün Lovable var. Mənim müştərim olub. Bu bilirsiniz də dünyada belə ən tez böyüyən startaplardan biridir. Səhv eləmirəmsə biz onlara ilkin tranşda 2 milyon verilmişdi və ümumiyyətlə belə investisiyası 20 milyona çatmışdı. Yəni baxır hansı, yəni əgər biz Azərbaycandan növbəti Lovable görəriksə, şəxsən AWS şirkət olaraq və mən də olaraq buna 100 milyon yatırım da eləməyə hazırıq. Amma necə seçirik? Seçimlər iki cürədir. Biri odur ki, istənilən startap, biz onun kriteriyasına baxmaya da bilərik, amma startap kimi kateqoriyalaşırsa, ona digər yerlərdə xərcinə uyğun biz ona investisiya yatırırıq. Məsəl üçün, o deyə bilər ki, mənim DigitalOcean-da indi hal-hazırda aylıq xərcim 10 mindir. Latviyadan bir dənə startapımız var idi, Azərbaycanlı.
Onlar mənə çıxmışdılar ki, biz də Microsoft-da indi AWS-i keçmək istəyirik, xərcimiz 5000-dir. Bizim investisiyamız 3 qat olur. Yəni 5000-dirsə, biz 3 qat onlara investisiya veririk, $15000. Yəni kredit olaraq hesablarını otuzdururuq. Bir budur, yəni İstiqamətlərdən, yatırımlardan biri. Aha, yəni mövcud xərclərə uyğun investisiya. Bir də ki, potensiala görədir. Potensial da nətər ölçülür? Yalnız indiki bu startup growth modeli necədir? Nə bilim seed, series A, kim investisiya elədiyi və s. Ona uyğun da biz məsəl üçün partnyorlarımız var, deyək ki, YC və s. digər akselerator və inkubatorlar, onlarla proqramlarımız var, paketlərimiz var. Məsəl üçün Activate 100 min, 200 min dollara kimi yatırım eləyir. Yəni startaplar təkcə strategic pursuits və incremental workloads keçən il, yəni Activate-i demirəm, Activate ümumiyyətlə daha nəhəngdir. 1 milyarddan çox biz yatırım elədik təkcə Activate-də. O 2 dənə proqram çərçivəsində 7000-dən çox startapa biz kömək eləmişik, dəstək olmuşuq. Son 1 il ərzində? Keçən il. 2025-ci ildə. Yəni bu o deməkdir ki, biz şirkət olaraq hər bir startapa yatırım edə bilmərik. Yəni bəzən gəlirlər ki, mən yaradıram, nəsə yəni bilinmir də ki, insan necə yaradır, harda yaradır, qarajdadır. Hər dəfə biz belə şeylər eləyə bilmərik. Amma onun üçün də mexanizm var. Sadəcə olaraq azdır da mexanizm pulu. $1000. Yəni istənilən adam götürüb $1000 orada request eləyib onu xərcləyə bilər. Minimum investisiya. Cənubi Qafqaz ölkələrindən müraciət edənlər varmı? Gürcüstan, Azərbaycan, Ermənistan? Var. Bizdən varmı Azərbaycandan? Bu yaxınlarda mən bir neçə dənə görüş keçirmişdim keçən dəfə Azərbaycanda olanda. İndi adını çəkirəm, yerin istəsə çıxardarsınız. Innolandda. Və mən çox gördüm ki, belə müraciətlər var. Mən nə etdim? Innolandla biz partnyorluq elədik, mən onlara dəstək oldum və Innoland bizim AWS-in partnyoru oldu. Və necə məsəl üçün YC öz startapları var. Azərbaycanda bu ilk dəfə idi də, yəni başqa belə bir qurum yoxdur. İndi Innoland vasitəsilə istənilən startap ora girirsə, biz onlara məsəl üçün Innolandda artıq etibar eləyirik. Hər bir startapına $10,000 AWS krediti verə biləcək öz kodları ilə. Gözəl. Yəni investisiya belə görə Azərbaycan startapları faydalana biləcək. Bəs Gürcüstan, Ermənistandan müraciətlər varmı sizə? Var. Hansı daha yüksəkdir Cənubi Qafqazdan? Onu heç vaxt inansız belə marağında olub araşdırma aparmamışam. Maraqlı. Biz davamlı belə müqayisələr eləyirik və auditoriyada bu maraqlı olur. Mərkəzi Asiya ölkələrinə baxırıq, Yaxın Şərqə baxırıq, eləcə də Türkiyə və Cənubi Qafqaza ki, startaplar hansı istiqamətdə daha sürətlə inkişaf eləyir və hansında rəqəmlər yüksəkdir. Türkiyədə məsələn oyun sənayesi son vaxtlar pikdədir. Satılan startaplar var. Bizə maraqlıdır ki, görürsən Cənubi Qafqazın vəziyyəti necədir? Cənubi Qafqazın vəziyyəti o qədər də qənaətbəxş deyil. Məncə düşünürəm ki, istər Ermənistan olsun, istər Gürcüstan olsun, istər Azərbaycan olsun. Çünki heç Avropa miqyasında da götürsək, Avropada da elə bir güclü startap, yəni Amerika ilə müqayisə eləyirəm də. Əlbəttə. Və Amazon gözü ilə baxanda, AWS gözü ilə baxanda, 200 milyardlıq investisiya gözü ilə baxanda belə balaca ola bilsin bir nəfər, 2 nəfər, orada o qədər də belə gözə çarpan bir şeylər deyil. Amma əgər rəqəmlər istəyirsə ki, biz öz balaca dünyamızda 3 dənə ölkəmiz var, görək kim birdir. Hansı keçib qabağa? Hamı keçib qabağa. O maraqlı olur, amma Amerika üçün elə Amerikadır. Əsas inanın revenue-su da oradan gəlir və s. və axır. Digər yerlər onlar üçün daha çox ucuz işçi qüvvəsi, infrastruktur və s. və axır kimi daha çox baxırlar, nəinki bazar. Elədir. Biz də Startup Blink'in statistikalarına baxmışdıq sonuncu dəfə. Məsələn, Azərbaycan geridə idi, amma digər Cənubi Qafqaz ölkələri də elə çox irəlidə deyildi. Türkiyənin sırf oyun sənayesinə görə inkişafda idi və rəqəmlər orada yüksək idi. Avropa ölkələrində Niderland, Almaniya, İsveç, Estoniya onlarda müəyyən qədər var idi irəliləyiş və yüksək idi rəqəmləri. Amma əsas yenə də Amerika idi.
Bizə maraqlıdır. Məsələn, AWS-də baş startap proqram meneceri kimi işləyirsiniz və il ərzində müxtəlif startapları dəyərləndirirsiniz. Orda sizə daha maraqlı olan odur ki, mən elə gəlir ki, bizim gözümüzdən ki, həm də müxtəlif ölkələrdə olan startapları görə bilirsiniz. Əsas gördüyünüz nələr idi ki, onlar həqiqətən sonra uğur qazanırlar. Məsələn, Lovable kimi. Onların hekayəsini biz də paylaşmışıq və komanda elə də belə yaşlı, təcrübəsi olan insanlar deyil, yəni 20-lərində olan insanlar idi və uğur qazanır. Avropadan olan startapdır. Bununla belə onlar uğurlu oldu və siz də onlara investisiya eləmisiniz. Bizə maraqlıdır ki, o uğurlu olanları hansı belə o açar nöqtələrdən tuta bilirsiniz ki, bu uğurlu olacaq? Biz onlara uğurlu olacağını belə deyək də özümüz təyin eləmirik. Bizim ayrıca belə mexanizmimiz yoxdur. Çünki startap sisteminin artıq mexanizmi var da, bu inkubatorlardır, akseleratorlardır, venture kapitallardır və s. və l. Amma soruşmaq istəyirsinizsə ki, venture capital bəs necə müəyyən edir? O hissədə siz artıq olmursunuz, yoxsa iştirak edirsiniz o mərhələdə? Biz onlarla Partnyorsunuz sadəcə. Partnyoruq. Mən gözəl bilirəm onlar necə işləyir, amma biz onların seçiminə qarışmırıq da. Təbii ki, onların öz mexanizmimiz var və biz onlarla elə ona görə partnyorluq eləyirik ki, onların ekspertizası var və artıq belə deyək də təsdiqini tapıb bazarda və onlar seçirsə, deməli biz də seçə bilərik kimi. Amma onlar əsasən təbii ki, biz qıraqdan hər şey asan səslənə bilər, amma ən başlıca meyarlardan biri odur ki, siz founderların çoxuna baxsaz, onlar artıq o bazarda illərdir işləmiş adamlardır. Yəni məsəl üçün bir Outliers kitabı var. Bilmirəm oxumusunuz, oxumamısınız. Orada məsəl üçün Bill Gatesin və Beatles'ın həyatından da nümunələr gətirir. Bu gəlir çıxır nəyə? O peşəkar olmaq üçün 10.000 saat və s. və l. O göstərir ki, Beatles elə olmaq üçün onların elə bəxti gətirib ki, gedib düşüblər bir bara və barda gecə-gündüz oxuyublar illər ərzində. Yəni insan durmadan oxuyur. Və Bill Gatesin də elə bir bəxti gətirib. Bəxti deyəndə Bill Gatesin o bir bəxti gətirib. Daha doğrusu Beatles'ın, Bill Gatesin isə yəqin ki, atasına görə bəxti gətirib ki, bunu ilk kompüterlərdən falan ona alıb, yəni ona akses açıb və o durmadan elə ondan oynayırdı 10-15 il. O founderlarda hamısı o bazarın adamları olub. Yəni əgər Azərbaycanda səhv nədir? IT sahəsində işləyir, sığorta sahəsində. Deyir ki, mən tapdım ki, problem var ATL sistemində. Qardaş, sən ATL sistemini bilmirsən axı orada nə problem var. Sən düşünürsən ki, sən bilirsən. Bəlkə sən hər hansısa bir məhsul səviyyəsində peşəkar olsan, ola bilər ki, yenə də sən danışıb anlaya bilərsən. Amma o da belə səhvdir. Yəni ona görə də o sahədə industriya daha çox vacibdir. Nəinki texnologiyanın özü. O insanların hamısı durmadan o sahədə işləyiblər və o sahənin problemlərini biliblər. İndiyə qədər sizin investisiya etdiyiniz və yaxud da ki, investisiya prosesində iştirak etdiyiniz hansı startap ideyası sizə həqiqətən təəccübləndirib və demisiniz ki, oyda bu nə yaxşı, əla, möhtəşəm ideyadır. Hansı startaplar olub belə? Onu təsəvvürən yazırsınız və orada Bakıda şeylər çıxır ki, məsəl üçün burada fişəng atma, burada balıq tutma var, burada ov var və s. və l. Müəyyən o aktivitetlərə cəlb eləyir və uşağın da enerjisi orada çıxır. Evə gəlir daha sakit yatır. Amma məsəl üçün mənim bacım uşaqları var. Mən gələndə Bakıya bilmirəm ha. Kim deyir ki, şeydir. Dəniz Molda orada bir dənə key kimi yer, hamı orada meymun kimi tullanır. Bildim yəni başqa uşaqlar üçün bir əyləncə yoxdurmu ki, kimsə nəsə öyrətsin. Çox var əslində. Mən saysam indi harca 20-dən çox olar bəlkə də, amma onların olduğu bir platforma yoxdur. Məsələn mən bilmirəm. Mən gərək yazım ki, uşaqlar Bakı Instagramda.
Nə çıxır? Instagram alqoritmi də o deyil ki, siz yazında çıxsın. Gərək axtarasınız qabağınızda 1 saat, 5 saat sonra çıxarsın. İllər ərzində gərək scroll eləyəsən, doom Eynən, scrolling və save eləyəsən ayrıca papkada. Bizdə bir startap var bununla bağlı. Cəsur bəy yaratmışdı. Tripsam idi adı. Amma o da böyükləri də içərisində cəmləyib deyə xüsusi belə ayırd eləmək çətin olur. Və mənə gəlir orada hamısı da qeyd edilməyib. Məsələn, bəzi molların içərisində olanlar və yaxud da ki, əyləncə mərkəzləri var mikrorayonlarda, nə bilim Sumqayıtın özündə. Onlar məsələn yoxdur. Bir də rayonların özündə maraqlıdır ki, bu da yoxdur. Tək Bakı və Sumqayıt yəni ki, Həcər ya Gəncəni maksimum. Məncə amma çox tələbat olar. Çox tələbat olar. Yəni valideynlər buna pul ödəyər hətta. Experience da bir yana, mən məsəl üçün Amerikada olanda mən valideynləri, dostlarımı dəvət eləmişdim. Onların çoxu evli uşaqlıdır və gəlmişdilər. Bir nəfər çıxanda dedim necə keçdi? Dedi ki, mənim uşağım çox da uşaqlar gəlmişdi amma tapmadı özünə yaşı və s. uyğun və s. Və mən oradan başa düşdüm ki, yəni daha doğrusu xatırlatdı ki, məni valideynlərə təkcə əyləncə və s. lazım deyil. Yəni şuurlu uşaqlarına bir istiqamət yönəltmək istəyən başa düşür ki, it takes a village to raise a kid. Yəni ona görə də başa düşmürsə də yəqin ki, istiqamətləndirmək lazımdır ki, özünə yaşıd, özünün ətrafı olan yaxşı uşaqları o yerlərə getmək istəyər. Məsəl üçün baxsaq ki, profilda 50 də gəlir, 12 yaşı var, bu da at sürüb falan 11 nömrəli məktəbdə oxumuşam. 11 nömrəli Sumqayıt məktəbində oxuyub, bu pis uşaq olmaz. Məsələn, profillarda kimlər gedir? 3 dənə uşaq gedir. Mən də aparım ona falan vaxtda falan yerdədir. O da daha çox. Ümumiyyətlə biz günlük həm də ki artıq müəyyən həftəlik xəbərləri veririk və bu xəbərlərin böyük əksəriyyəti AI investisiyalarla bağlıdır. Biz bunun həm də statistikalarına baxırıq. CB Insights-ın son statistikalarında ən çox AI ilə bağlı alətlərə, startaplara investisiya edilib. Bizə maraqlıdır ki, investorların uzun müddətli potensial gördükləri AI startapları digərlərindən məsələn nə ilə fərqlənir? Nəyə görə artıq digər startaplar yox, AI prioritetdir? Yaxşı sualdır. Yəni bu həqiqətən hype-dırmı, yoxsa buna tələbat varmı? Məncə məsələ ondan ibarətdir ki, süni intellekt daha sürətli formada problemi həll edə bilir deyənə investisiyalarda daha çox ora axınır. Məsəl üçün .com boomda nəyə görə insanlar daha çox belə deyək, ənənəvi biznesdən başladılar .com bizneslərə yatırmağa? Çünki gördülər ki, aha, mən deməli Sumqayıtda 3 dənə kitab mağazası açana kimi, kitab satana kimi Jeff əmi eyni zamanda 15 dənə ölkədə aça bilər və başladılar Jeff əminin mağazininə yatırım eləməyə. Eyni halda indi baş verir. Məncə hype deyil, həmin hər hansısa bir problemin indi 100 dəfə çox, 100 dəfə tez həll edə bilirsə, niyə də ora yatırım eləməyəsiniz? Məsəl üçün götürün elə proqramistləri. Və adicə taksi ilə gəlmişdim, taksist də bilirdi. Deyir ki, bəs deyirlər axı indi junior proqramistlərə ehtiyac azalıb. Yəni hamı başa düşür ki, problemin həll əvvəllər yazırdı, bug və s. və lax indi sürətli şəkildə o cloud-a və s. toollara girirsiniz, o sizin probleminizi həll edir. Mən düşünmürəm ki, bu hype-dır. Yəni real problemi həll edə bilirsə, sürətlidirsə, insanların həyatını yaxşılaşdıra bilirsə, ola bilsin ki, şişirdilmişdir. Yəni məsəl üçün deyək ki, revenue-ya uyğun 17 dəfə çox daha investisiya alır. O ola bilsin. Amma məsələ ondan ibarətdir ki, bu revenue 1 il, 2 il, 3 il ərzində ölçülmür də. Bunlar ölçürlər ki, okey, Nvidia 15 il ərzində özünü necə aparacaq və ona uyğun investisiya eləyir. Və düşünür ki, okey, bir kimsə baxır, məsələn, traderlardan deyir ki, bunun deyək ki, $10 revenue-su, amma $100 alıb 10 dəfə çoxdur. Niyə? Amma baxmır ki, məsəl üçün 10 il ərzində
bunun revenuesu olacaq artıq $1000, amma bu cəmi 100 dollar yatırım alıb. Ona görə mən düşünmürəm ki, xayibdir. Real problem var və texnologiya real problemi həll edə bilirsə, niyə də yox? Bu juniorların iş tapma məsələsinə yenidən qayıdacaq. Çünki orada həqiqətən maraqlı məqamlar var. Xüsusilə onlar Azərbaycanda iş tapa bilmirlər. Xaricdə də vakansiyalar bir o qədər o deyil. Çünki AI hər şeyi ələ keçirib belə deyir və juniorlar həqiqətən işsizdir. Eləcə də yeni başlayan məzun olanlar və s. Onunla bağlı sizdən məsləhət istəyəcəm, amma bir sualım AI ilə bağlıdır ki, Dünya İqtisadi Forumunun statistikası var ki, 2030-cu ilə qədər təxminən 170 milyon yeni iş yeri yaradılacaq və 92 milyon da öz işini itirməli olacaq. Çünki AI onları əvəzləyəcək. Bəs bu durumda sahibkarlar, mütəxəssislər üçün hansı biznes karyeri imkanları ola bilər? Onlar AI-ın hansı boşluğunu istifadə etməlidir? Sizinlə bununla bağlı riskiniz var idi ki, AI-ın boşluğunu istifadə etsəniz qazanacaqsınız, yoxsa itirirsiniz? Elədir. Məncə məsələ ondan ibarət deyil ki, nələrsə itiriləcək və biz işsiz qalacaq. Məsələ ondan ibarətdir ki, insanlar sadəcə olaraq biz bir komfortda oturmuşuq, bir şeylər öyrənmişik və ondan çıxmaq istəmirik. İndiki dövrdə 4 il diplom almaq daim mənasız olacaq. Çünki siz ikinci kursda olanda artıq sizin birinci kursda qərar verib, instituta girib öyrəndiyiniz ixtisas artıq yox ola bilər. Ona görə çeviklik daha önəmlidir. Kimsə adicə banal götürürəm. O Azadlıq radiosunda da bu yaxınlarda demişdim onu. Əgər çatdırılma sistemi ləğv olacaqsa, yeni peşələr açılacaq. Robotların bizim məsələn məndə evdə Amerikada olmuşdu, eksperiment aparmışdıq. Dronlar artıq Texasda başlayacaq çatdırılmağa. Maşın əvəzinə. Orada 2 dənə dron gəlmişdi, dron pilot. Biri idarə edirdi, biri də sürürdü. Dronu kontrol edəcəklər. Məsəl üçün bir dənə sürücünün əvəzinə indi 2 dənə, 3 dənə, 5 dənə. Sadəcə o həmin şeydir. Sadəcə insanlar görmür o pərdə arxasını ki, bu dron gəldi, düşdü hamı məhv oldu. Yox, amma onu arxada kimsə o paketi qoyur onun içinə. Orada mexanizm varsa, deməli orada 10.000 dənə çox problem var. Yağı, suyu, nə bilim nə və s. Və ona görə daha çox məncə imkanlar yaranacaq nəinki. Sadəcə vaxtında texniki, mexaniki sahələrə, bəyənmədiyimiz o peşə məktəblərinə daha çox yönəlmək lazımdır. Çünki onlar daha sürətli sizə elm verə biləcəklər. Yəni sizə ötürür 12 ayda öyrəndiniz, getdiniz, işlədiniz. 4 il isə bilmirəm indi təhsil sistemi nə qədər dəyişə biləcək, amma indi 4 illik ağır təhsil sistemi harda ki siz öyrənirsiniz, yıxılıb dəftər qarında gedirsiniz, metroda gəlirsiniz, o nə qədər özünü doğrulacaq, dünyada deyirəm də. Bilmirəm, amma yəni bir nəfər olmuşdu. Mənim belə polemikam olmuşdu, bir heated debate olmuşdu. Deyirəm, niyə götürmüsünüz Azərbaycanın hər hansısa bir texniki sahədə? Deyir ki, kurs götürüb, keçib gəlib, biz də bilirik ki, Azərbaycanda kurslar nə səviyyədədir. Deyirəm, yəni Azərbaycandakı kurslara heç nə olmayıb. Məhz elə Azərbaycandakı kurslar tez, sevik hərəkət eləyib lazımi kadr yetişdirə bilərlər. İndiki texniki, yəni o qədər çevik deyil. Yəni günahlandırma olmazdı. Təhsil sistemi bir mexanizmdir və s. O dəyişənə kimi çox vaxt tabe olunur, harda istəsəz. Amma kurslar sizə məsəl üçün ən çox açılan vakansiyalar Amerikada indi kiber təhlükəsizlik üzrədir. Azərbaycanda da çoxlu peşəkar lazımdır bu sahə üzrə. Deyəsən Amerikada 550.000 vakansiya açılır. Onda tələbatı ödənilmir. Süni intellekt üzrə 1,6 milyon vakansiya var. Onun dünya üzrə tələbatını yalnız yarım milyon ödəyir. Yəni bir nəfərə 3 dənə iş düşür. Amma söz ondan ibarətdir ki, sual ondan ibarətdir ki, insanlar o sahələrə yönələ bilirmi? Amma qlobal tech şirkətlərdə yüksək vəzifəyə gəlmək üçün universitetin heç bir rolu olmur. Məsələn, sizdən müsahibədə soruşmamışlar bakalavr, magistri. Düz soruşmamışdılar. Yəni baxıb ki, var da yəni. Yəni yaz ki var da. Yəni mən düşünürəm ki, kimsə deyir ki, məsəl üçün mənim doğrudan yanaşmam elədir. Azərbaycan, Amerikada yaşayan bir 24 yaşlı oğlan var. Misal çəkim.
O deyir ki, mən gedəcəm bu Texas Universitetində girəcəm, neft, qaz və s. və lax, ondan sonra daha yaxşı iş tapacam. Mən deyirəm ki, əla, sən düşünürsənsə ki, 2 il gedib vaxt sərf eləyəcəksən və iş tapacaqsan. Onun bir məhsul sahəsində olan adam kimi sənə deyə bilərəm ki, eksperiment elə. O şeyi yaz CV ki, mən Harvard qurtarmışam filan sayədə. Göndər 10 dənə işə. Yalanla eksperiment elə. Gör səni götürəcəklər işə. Götürsələr deməli problemin Harvarddadır. O gedib problemi həll edə bilərsən. Amma sən götürəcəksən, gedib qutaracaqsan 2 ildən sonra, onu qoyacaqsan CV-ə, o CV göndərəcəksən, sonra düşünəcəksən ki, problem Harvardda deyil, problem ondadır ki, zamanə tez dəyişir və sənə fərqli skillslar lazımdır. Ülfət bəy, siz bayaq dediniz juniorların iş tapma məsələsi. Biz bu yaxınlarda bir post paylaşmışdıq və o postda gəlirləri qeyd etmişdik ki, tutaq kiber təhlükəsizlik mütəxəssisi nə qədər qazanır, mütəxəssisi nə qədər qazanır və juniorlar rəylərdə bizə yazmışdı ki, juniorlar üçün vakansiya varmı? Biz məsələn qeyd etmişik 800-1500 front-end qazanır, amma junior front-end vakansiyası yoxdur bazarda. AI hamısını əvəzdir və yaxud da ki, vakansiyalarda həm qlobalda, həm bizdə middle və yaxud da ki, hətta strong middle gedir bəzən. Middle və senior tələb edirlər. Bu halda bu yeni başlayanlar, kurs bitirən, universitet bitirən juniorlar nə etməlidir? Sahələrini dəyişməlidir. Başqa sahələrə, süni intellekt üzrə mühəndis var, prompt engineer var. İndi prompt engineer daha çox mühəndislik deyil, sadəcə prompt engineer adı ilə gedir. Kiber təhlükəsizlik var, ML engineer var, ML ops var. Yəni sahəsini dəyişməlidir. Məncə front-end üçün çox asan olar o sahəsini dəyişməyə. Yəni düşünmürəm ki, yəni yenə deyirəm, mən bu dəfələrlə həm Reels'da, həm başqa yerlərdə, həm internetdə də çox o yayılıb bu qızıl prinsip ki, sizin işinizdə fərqi yoxdur hansı iş görürsüz, ofisdir və yaxud ofisdə marketinq, finans, tərcümə və yaxud çöldə çatdırma eləyirsinizsə, taksi sürürsünüzsə və yaxud mühəndis işisiz, front-end engineer və s. və axır. 70% və ya daha çox gündəlik təkrarlanan iş varsa, onun hamısı əvəzlənəcək. Yəni burada başqa çıxış yolu yoxdur. Ona görə də sahəsini dəyişməlidir. Mən düşünmürəm ki, orada nəsə bir şey axtarmaq lazımdır. Siz həm də Sabah Hub-da mentorluq eləmisiniz və orada startaplara müəyyən qədər dəstək olmusunuz, yönləndirmisiniz və s. Azərbaycandakı startapların əsas səhv elədiyi məqamlar nələrdir? Harada boşluq buraxırlar ki, uğur qazana bilmirlər? Bunu həm də özünüz 2 il ərzində $40,000 ziyan eləmiş bir startapçı kimi də qeyd edə bilərsiniz. Dəfələrlə eşidirəm ki, hələ Sabah Hub-da da eyni problem olub. Mən indi də mənə də çıxırlar, sualları verirlər ki, məsəl üçün filan eləmişik, amma getmir. Niyə görə getmir? Və danışır, deyirəm biraz daha geniş danış konteksti başa düşüm də. Ən başlıca problem odur ki, birincisi sən sahə turisti ola bilmərsən. Yəni sahəyə tam belə də olmalısan. 100%. Azından ona görə ki, sənin artıq orada bir addım öndəsən, sən adamları tanıyırsan. Hələ problemləri qırağa qoyuram da. Əgər sən sahə turistisənsə, sən onu tam başa düşə bilmirsən, sistem necə işləyir. Oturub araşdıra bilər. Ən yaxşı odur ki, sən otel sistemini disrupt eləmək istəyirsənsə, amma nə bilim toyuq fermasında işləyirsənsə, keçəsən otel şirkətinə, orada işləyirsən bir 6-7 ay, başa düşürsən ki, o sistem necə işləyir. Sahə turisti olmaq birinci növbəli problemdir. Onu əksər adam eləyir. Çünki güvənir indi süni intellektə. Daha çox indi əvvəl biraz çətin idi. 5 dənə Hindistandan mühəndis götürdü və yaxud Azərbaycanda 500 manat verirdi. İndi ümumiyyətlə öyrənir özü cloudda çıx deyir ki, indi aparacam, partladacam. İkincisi isə problemi anlamamaq, çox ləng hərəkət eləmək. Bir neçə il bundan qabaq məsəl üçün indi lənglik biraz süni intellektlə aradan qaldırılıb, amma 1-2 il əvvəl bir dənə startap var idi. Onlar mənə çıxmışdılar ki, bir dənə analiz eləyə bilərik ki, belə problem var. Onu necə aradan qaldıra bilərik? Mən dedim ki, birinci sualım ondan ibarətdir ki, siz neçə ildir bu barədə düşünün? Neçə ildir bunu aparırsınız? O deyir ki, 2 il, amma 2 il əvvəl bunu
İndiyənə kimi yadımda qalıb o fraza. 2 il əvvəl başlasaydıq partlatmışdıq. Biz hamımız elə düşünürük ki, bomba adamlarıq, ideyamız bombadır. Hətta elə insanlar var ki, bəzən komment yazmışdım ki, bəs yazın, sizə dəstək olmağa çalışaram. Yazmış, yox, onda mən burada kommentdə yazsam ki, nə olacaq ki, da hamı götdə elədi də. Yəni bu təvəkkürdən hələ çıxmırıq ki, nobody cares. Hər kəsin 100 dənə yəni ideyası var. Yəni götürüb onu mən sabah hubda da deyirdim, mentor elədim startaplara ki, problem varsa, birinci sual ondan ibarət ki, mən gecə ilə məhsulu necə yarada bilərəm? Və məhsul dedikdə o mütləq kod və s. deyil. Məhsul nədir? Facebookda qrupdur, nə bilim, kiməsə zəngdir, bir masaya götürüb bir otaqda 5 nəfəri yığmaqdır. Çünki çox önəmlidir ki, problemi aşkarlananda onun dərinliyini və tezliyi anlayasınız. Və ola bilər ki, sizin hər hansısa bir probleminiz var valideyn kimi, onun dərindir, amma desək ki, axırıncı dəfə nə vaxt rastlaşmısınız, deyə bilərsiniz 2 il bundan qabaq. Siz gəlib onu həll eləməklə heç nə qazanmayacaqsınız. Və yaxud tərsinə ola bilər ki, tezliyi ola bilər, amma dərinliyi yoxdur. 0-dan 10-a kimi desəz ki, 2-də həll edirəm də, yəni bu olmasa da olar. Yalnız problem olduğu təqdirdə, problemin dərinliyi və tezliyi olduğu təqdirdə ki, həm dərindir, həm hər gün rastlaşırsınız və siz durmadan gecə ilə onu yaradırsınız. Instagram Reels, yalandan story, 10 dənə dost, nə bilim nə. Çünki o problemi olan adamlar, siz o məhsulu ona verən kimi onlar onu yeyəcəklər. Çünki bu dərhal elə bir 2 dənə anlayış var da, painkiller və vitamin. Yəni siz vitamin yaratmamalısınız. Vitamin insan atır, bəzən atmır. Amma baş ağrısı olanda painkiller, baş ağrısını mütləq atmalısınız ki, baş ağrı kəsməlidir. İnsan başa düşməlidir ki, müştəriyə baş ağrı dərman lazımdır, ona vitamin lazım deyil. Azərbaycanda da startapların elədiyi bir nömrəli səhv ondan ibarətdir ki, hamısı vitamin yaradır. Bizə bu barədə müsahiblərimizdən biri də danışmışdı ki, əsas vitamin yaradırlar və bu ciddi problemdir. O da sizlə eyni fikirdədir, amma tam xatırlamıram ki, hansı müsahibimiz idi. Siz daha çox AI-dan sonrakı dünya haqqında. Mən bilirəm. Mən keçən o birisi dünyada gəlmişdim sizə qonaq orada demişdim. Ola bilər. Sizin həm də risklərdə AI-dan sonrakı AI-nin sonrakı illərdə necə formalaşacağı ilə bağlı müəyyən belə informasiyalar vardı və bu çox maraqla qarşılaşırdı. İnsanlar 20-30 ildən sonra iş, gündəlik həyatları necə dəyişəcəklər süni intellektlə? Nələr dəyişə bilər və yaxud da ki, nələr eyni qalacaq? İndi biz belə deyək də rəqəmsal .com bunu nəyə gətirdi? Biz bəzi şeyləri rəqəmsallaşdırdıq. İndiki dövrdə nə olur? O rəqəmsal həyatımızı daha da sürətləndirir. Amma hələ ki rəqəmsaldadır da, yəni o qədər fiziki dünyaya çıxmırıq. Amma fiziki dünyanın da avtomatlaşdırılması, tezləşdirilməsi, onların da cəhdləri var. Yəni birinci 5-10-15 il biz onu tezləşdirməyə görəcəyik rəqəmsal həyatın avtomatlaşdırılması, ondan sonra fiziki dünyanın avtomatlaşdırılmasını görəcəyik. Mən məsəl üçün deyək ki, Amerikanın Sumqayıtında qalıram. Və Bakıda həmişə kimi elə bir taleyimə yazılıb da mənə DNK-ma Bakıya işə gedib gəlirəm, amma burada kimi tıxac və yaxud 1 manatlıq taksilər yoxdur. Nə pisdir, yaxşıdır onu bilmirəm. Orada Sumqayıtda belə Zapravkada, yəni Las Vegas deyil, Kaliforniya deyil də, Los Angeles deyil. Zapravkada polu robot yuyurdu. Mən məəttəl qalmışdım. Ki, Texasda hansısa bir Sumqayıtda yuyur. Uzaq bir nöqtədə. Hə, yəni insanlar, siz baxsaz sağa sola hər yerdə artıq self-driving karlar var. Təsəvvür eləyin, çatdıranlar, nə bilim, robot çatdırır, hər şeyi yuyur, sonra nə bilim, sürücülər gəlir və s. və axır. Bu fiziki dünya daha çox dəyişəcək. Marketə girirsiniz, self-checkoutlar, insan yox, polkalara qoyan insan yox, kömək eləyən insan yox. Hər şey avtomatlaşdırılmış şəkildə olacaqdır, yəni 30 il ərzində. Hansılar dəyişməyəcək, yenə də ünsiyyət qura bilən, problemi anlayan, hər şeyə əlaqələndirən, çözən
Və xüsusilə də deyək ki, Instagram aləmində bəlkə də SMM işlərinə baxan insanlar daha çox bunu bəyənə bilər. Özəlliyi olan, nəsə fərqləndirici, özünü ortaya gətirən. Çünki süni intellekt indi hər şey eləyə bilər də. Hər bir fənsi həyatı yaşada bilər. Amma sizin yarada bilməz. O heç vaxt sizi kopyalaya bilməz. Çünki siz bir rejissor kimi beyninizdə çox improvizasiya eləyirsiniz də. Məncə bütün işlərdə o çox önəmlidir ki, siz özünüzü gətirirsiniz, insanları başa düşməyə çalışırsınız. Empatiya. O olanda məncə onu heç bir robot və yaxud süni intellekt əvəzləməyəcək. Ona görə hamı empatik olsun. Elə buna görə də son 2-3 sualım auditoriyamızdan bağlıdır ki, bizim auditoriyamız 18-25, 25-34 yaş aralığıdır əsasən və müəyyən qədər də valideynlər bizi izləyir ki, öz övladına faydalı məlumatları bizdən götürsün və ona göndərsin. Azərbaycanda olan developerlər, mühəndislər remote işləri hardan necə tapmalılar? Onlar üçün xüsusi faydalı ola biləcək platformaları bölüşə bilərsinizmi? Və yaxud da ki, hansı bacarıqlar olmalıdır ki, onlar günlük $150 qazana bilsinlər? Mənim paylaşdığım o $150 var idi. O kontekstdən çıxardılmış olsa da hukuk. O real bir işdir. Və məsələ nədən ibarətdir? Məsələ ondan ibarətdir ki, o modellər ki var, insanın feedback üzərində qurulur. Yəni insan gəlir, AI-ın cavabını oxuyur və deyir ki, bu düzdür yoxsa yox. Məsələ ondan ibarətdir ki, primitiv o düzdür yoxsa yox Azərbaycan ingilis dili məsələ onlar treyn olunub. İndi xüsusi peşəsi olan insanlara daha çox artıb. Məsəl üçün hansısa bir neft mühəndisi daha çox qazana bilər. AI-ın cavabını görür, deyir ki, bu deyil, sən buna banal cavab vermirsən. Əslində bu olmalıdır, çünki mən bunu bilirəm. Və yaxud ürək cərrahının saatda $150 ehtiyac var yoxsa yox. Və yaxud hər hansısa bir həkimlik və yaxud dəqiqəsi ola bilər. Dəqiqəsi ola bilər. Bu sahələrdə daha çox var. Biz belə deyək də çox belə bu səviyyədə qalmasaq, real opportunity-dən, real imkandan danışsaq, mən heç kimə məsləhət görmürəm ki, getsin hər hansısa bir remote iş axtarsın və s. və l-axır. Bu yanlış yoldur. Yəni saatlıq işlərdə, hə? Yox, saatlıq yox, yəni heç o deyir front-end engineer və yaxud gedim remote axtarım. Mən tövsiyə edərəm ki, daha çox fokuslansınlar sahənin özünə. Yəni məsəl üçün indi hansı sahələr daha o analiz eləyəndə paylaşanda onu da paylaşmışdım ki, məsəl üçün kiber təhlükəsizlik remote işlər var 75%. O üzrə başlasınlar axtarmağa, tərsini eləsinlər ki, tələbat haradır? Çünki toollar 100 dənədir də, LinkedIn, bu filan, Dice var Amerikada. Amma siz bilsəz ki, amma insan gedir axtarır front-end engineer remote. Əgər front-end engineer tələbat yoxdursa, sən necə remote iş tapa bilərsən? Axı sahəsi odur. Dəyişmək lazımdır. Dəyişmə özü bir il vaxt alır. Həmin vaxtda insanların sosial-iqtisadi vəziyyəti o deyil ki, özünü dolandıra bilsin. Yaxşı, onda siz seçim qarşısında qalırsınız. Onsuz da sizin işiniz yoxdur. Front-end işdə iş tapa bilmirsiniz. Və sizə məsləhət görürlər ki, qardaş, burada iş olmayacaq. Növbəti 5 ildə gözlənmir. AI həll eləyir. Siz deyirsiniz, yox, bəs mən axı siz dəyişməməklə probleminizi həll eləmirsiniz. Onsuz da iş tapa bilmirsiniz. Və siz yenə də amma insan inan, bu inanc o nadejda deyirlər. Bu rus nadejdası bizdə heç vaxt olmur, amma öldürmək lazımdır o nadejdanı. Son suallarımdayam. Sonra sizin də xüsusi qeydləriniz varsa bildirmənizi xahiş eləyəcəm. Bizi izləyən auditoriyaya çox maraqlı olur ki, onlar gəlib Microsoftda, Amazonda, Google-da işləsinlər və yaxud da ki, hansısa Avropa şirkətində, startapda işə düzəlsinlər. Ola bilər ki, hətta remote işləsinlər. Onlar hardan necə başlamalılar? Bu vakansiyaları tapırlar saytdan. Ona necə hazırlaşmalılar? Hansı disiplin sahibi olmalılar? Yəni müəyyən qədər 5 il təcrübəsi var, artıq Amazona işə düzəlmək istəyir. Müəyyən bir referanslar da tapır ki, Amazonda işləyən Azərbaycanlı var, Ülfət bəy, mənə referans durar. Bəs özündə hansı bacarıq olmalıdır? Hansı CV-sində nələr olmalıdır? Hansı texniki bacarıqlar mütləqdir ki, o qlobal şirkətdə bir yaxşı bir pozisiyaya gəlsin, çıxsın?
Əgər bir nömrəli problemi həll edə bilirlərsə, viza problemini. Deyək ki, fərz eləyək ki, bunu həll eləyirlər. O talant vizası ilə də başqa vizalar var, onun dəqiq adlarını bilmirəm. Onu həll edirlər, Amerikadadılar və bunların problemi Amerikadan olaraq şirkətə girməkdirsə, bu yöndən deyə bilərəm ki, məsələ heç də böyük top universitetlərdə, heç mən ətrafımda Amazonda Harvard, Cambridge, belə MIT bitirən görməmişəm. Amma mən görmüşəm yaxşı sahiblik hissi olan insanları, yaxşı danışıq qabiliyyəti olan insanları, yaxşı problemi tez çevik həll edən insanları və təbii ki, bunlar hamısı təcrübələri üzərində qurulub. Amma bunların hamısını üzəri çıxartmaq üçün indiki dövrdə yəqin ki, biraz, yəni mən deyə bilərəm ki, sizə, ola bilsin ki, bəxtdir, amma mən bu bəxt düşünmürəm ki, Amazonu bəxtlə girmişəm. Məsələ nədir? Məsələ ondan ibarətdir ki, mən startup community-sində olan bir vakansiya girmişəm və xüsusilə mənim startup experience olduğum üçün o sadəcə match eləyib, fit eləyib və ondan sonra mənə şans verilir ki, okey, bu fit eləyib, gəl indi sənə qulaq as. Birinci fit eləmək üçün çox ona görə deyirəm ki, ümumiyyətlə hər sahədə sahə turisti olmasınlar. Belə də olsunlar. Mən bəzən insanlar gəlir deyir ki, mən satış sahəsində axtarıram, girir sales. Deyirəm, sən elə axtarmadı, sənin sahən yadından sal, fərqi yoxdur 18-25 yaşın var. Hansı sahədə işləmirsən? Məsəl üçün, nə bilim, maşın qayırmada sən satışdasan, yoxsa nə bilim, meyvə tərəvəz, uşaq paltarı. Yəni sahəni daha çox fokuslanmalısan sən ona. Və ondan əlavə də siz daxili şirkətlərin terminologiyasını bilməlisiniz, iyerarxiyasını bilməlisiniz ki, necə qurulur. Məsələn, satışda sales representative var, customer success manager var, account manager var və s. və axırda insanlar o şeyləri indi təzə məsəl üçün peşə çıxıb çox milyardlarla dollar ona yatırım eləyirlər. Amma o sahələri belə deyək də həmin əvvəl görülən işdir, amma satış elə bir satış mühəndisi olublar. İnsan mühəndisdir, amma həm də satıcıdır və Google-da, Amazon-da onu eləyib ki, insanlara birbaşa müştərilərə öyrətsinlər ki, süni intellekt və s. və axır məhsullarından necə istifadə eləsinlər. Yəni o sahələri bilib ora yönəltmək də çox önəmlidir. Bəs ümumiyyətlə qlobal tech şirkətlər bizim kimi tutaq ki, heç tanımadıqları bir ölkədən kandidatlara baxanda onda xüsusi başqa hansı texniki bilikləri istəyirlər? İstəyirlərmi ki, məsələn, bir 10 il ancaq tutaq ki, Python yazmış biri olsun? Yoxsa onlar daha çox fikir verir ki, bütün proqramlaşdırma dillərini bir həftə ərzində rahat mənimsəyə bilsin? Məncə ilkin eləməkdən söhbət gedirsə, növbəti eləmək odur ki, sizin təcrübəniz olmalıdır və suallara və texniki tapşırıqlardan keçməlisiniz də. Yəni insan ona güvənirsə, amma ora çata bilmirsə, ona mən məsləhət görə bilərəm. Amma ondan mənim hallarımda nə olub? Mən onun hamısını keçirmişəm loop interview-ya. Məsəl üçün menecerə xahiş etmişəm, oradan buna gedib demişəm ki, şans ver insana, qulaq as ona. Və ona qulaq asıblar, sadəcə olaraq onlar özlərini doğrultmayıb. Məsələn, kimsə istəyirsə, mənə müraciət eləyə bilər, mühəndis və s. və axı mən çalışaram maksimum. Yəni belə deyək də 10-dan 8-ini tapşıra bilirəm. Tapşırmaq da yəni müasir yoldur da. Referans yəni sadə eləmirəm də, can yandırıram, yəni menecerin başını xarab edirəm ki, sən narahat olma da bir dənə şans ver, qoy gəlsin, qulaq asın, 10 nəfərə qulaq asın, 11-ci nəfər olsun. Çox adam onu doğrultmur. O da ki, nəyə görə doğrultmur? Məsələ bacarıqdan da getmir. Məsələ bacarıqların sistemik şəkildə, strukturlu şəkildə Amazon, Microsoft, Google kimi şirkətin istədiyi formada onlara çatdırmaqdır. Ya mən bilirdim və s. Sən bilirdin qardaş, onlar səndən istəyirdi ki, 4 həftə oturub hazırlaşdırasan. Yəni sən Microsoft deyir ki, Amazon deyir ki, sən ağzını açanda mən bilirəm ki, sən artıq hazırlaşmısan yoxsa yox. Əgər sən hazırlaşmırsansa və mənə hörmət eləmirsənsə, mən sənə niyə hörmət eləmirəm? Yəni çox komponentlər var ora daxil olan. Bəs onlara maraqlıdırmı ki, Avropa, Asiyada kiçik bir balaca bir ölkədən olan Azərbaycanlı götürsünlər?
Onlara heç bir fərq eləmir düzünü desəm. Yəni insan baxanda onun belə deyim, mən sizə bir şey deyim daxili mətbəxdən. Bizə Amazonda mən düşünürəm ki, başqa high-tech şirkətlərində də o var. Bias, ön yarğılıq treyninqləri keçirirlər. Ki qətiyyən insanın backgroundu, yaşına, nə bilim nəyə görə qiymət vermək olmaz. O yanlışlıqdır. Yalnız fakt olaraq sizin nəyiniz varsa, sizin bacarıqlarınızı çıxardıb ona görə qiymət verməlidirlər. Hətta bizim qaydamız var ki, intervyu keçən günü yox, onun səhərsi gün qərar verməliyik ki, o orada hansısa bir emosiyalar ola bilər, pozitiv və neqativ ola bilər ki, mənim sizin sadəcə xoşum gələ bilər və o confirmation bias deyirlər də, deyirəm ki, ha yox, yaxşıdır. Ondan sonra baxa bilərəm ki, bu cavablar heç mənə cavab vermir baxı bu insan. Çünki hamısını bizdə nətərdir? Biz bir ekrana baxırıq, insan danışır, belə biz. Yəni belə oturub qulaq asıb sonra demirik ki, yaxşı danışdı bu. Nəyin əsasında? Çünki o sonra gəlir intervyuda 5 nəfərin arasında sübut eləməlidir və öz qərarını başqalarına müdafiə eləməlidir ki, mən niyə görə deyirəm ki, mən Əfsanə xanımı işə düzəltməlidir. Ona görə hər çox bəsit formada olmur. Onun hamısı challenge olunur. Niyə sən istəmirsən o işə girsin? Əsaslı şəkildə cavab verməlidir. Mən də dəfələr olub müdafiə eləmişəm, debatlar olub. Yəni sadə olmur. Yəni kimsə sadəcə hardandırsa, adı Ülfətdir və yaxud Çexiyadan gəlib, Azərbaycandan gəlib. Belə baxanda düzdür, mənim əvvəlki Avropa falan təcrübəm olmuşdu. Amma yəni faktiki olaraq mən Smart Solution-dan gəlirdim. Kim tanıyır Smart Solution? İmkanın xətrinə dəyməsin. Amma yəni hər şey mümkündür. Amma sonunda insanlar bacarığın, danışığın və istedadını görəndə insanlar məncə şans verirlər. Artıq 4 ildir ki, Amerikadasınız. Bizə maraqlıdır. İndi Bakıya da səyahət edirsiniz, təzədən qayıdırsınız. Azərbaycan və Amerika arasındakı təməl hansı fərqlər var? Həyat tərzi ola bilər, düşüncə tərzi ola bilər ki, bizi geri atır və innovasiyada, indekslərdə aşağıda olmağımıza səbəb olur. Eləcə də startup linkdə biz regionda geridən gəlirik. Hansı səbəblər var? Hansı təməl belə faktorlar var ki, biz onu kökündən dəyişdirsək, irəli gedə bilərik? Məsələ əgər gənclərdən gedirsə, məsələn mən özüm də gənc olmuşam da, akademiyada oxumuşam və təəssüf olsun ki, misal və nümunə götürdüyüm mühit çox yanlış olub. Yəni bizə aktivliklə göstərilir hər hansısa bir ISEC-də, nə bilim, hardasa getdi çəpi çaldı, forumda bir dənə bad şeyindi, burada şəkil çəkdirdi və s. və axırda sonunda o güya network qura biləcəyimiz şeylər və yaxud da hansısa bir kommunikasiyalar artır təbii ki, amma yəni onlar hamısı çəpi çalmalar, tədbirlər hamısı mahiyyətsiz bir şeylər, onların dövrü keçib. Yəni hər hansısa gedib bir padvalda 2 nəfərlə velosiped söküb yığmaq və yaxud biz Azərbaycanı düzəltmək üçün gərək Azərbaycanda çoxlu builder və qurucular olsun. İnsanlar daima əlinə nəsə işləsinlər. Universitetlərdə, küçələrdə valideynlər öz uşaqlarını təşviq eləməlidir. Nə olur olsun, həm robototexnika olsun, nəsə velosiped yığıb sökmə olsun. Mən 38 yaşında belə bir ideyam var idi ki, maşın gətirirlər Amerikadan Azərbaycana və onu çox vaxtı vurulmuş maşınlarda onu necə rəngləməyə və s. nə qədər xərc olmağını bilmirlər. Mən onun üçün yazılmışam indi kollecə kursa ki, biləm ki, hansı necə kraskalanır maşınlar və s. və lax, nə qədər dərindir və s. və lax. Yəni belə daha çox bizə bir həyat tərzi lazımdır ki, insanlar bu hype-dan, fancy həyatdan, boş şəkillərdən hər yerdə var o. Sadəcə o bizdə ölkə balaca olduğu üçün indi məsəl üçün hər hansısa bir ölkə 300 milyondursa, onun 200 milyonu eləyirsə 150 milyonda yəni pis deyil də yerdə qalanını nəsə eləmək olar. Bizdə onsuz da 10 milyondur. Onun 9 milyon yarım eləsə yerdə onsuz da heç kim qalmır. Ona görə düzgün məncə təşviqat olmalıdır. Onun üzərində də hər birimizin üzərinə düşür.
Medianın da üzərinə düşür, valideynlərin də üzərinə düşür ki, insanları daha çox qurucu, əlində nəsə yaratmaq, kreativlik və belə bir şeylər tendensiyanı daha çox dəyişmək lazımdır. Nəinki bir də düşünürəm ki, bizdə belə feedback-ə açıq deyilik. Mən düzdür, Amerikada da pozitivliyi xoşlayırlar. Amma mənim prinsipim odur ki, əgər mən girirəmsə hər hansısa bir mitinqə və orada hamı çəpik çalırsa, heç Amazonun özündə də. Mən deyirəm ki, necə yəni heç kim narazı deyil. Yəni heç kim narazı deyilsə, deməli biz nə isə səhv görürük. Yəni hər şey hamı, yəni insanlar biraz yalnız narazı olmalıdır ki, indiki həyatdan və yalnız 10 ili, 15 ili düşünməlidir. Təbii ki, hamı vətənini sevir də. Yəni bunu qoyduq qırağa da. Başlamaq lazım deyilsən, sevmirsən saxlayınca. Amma həyat tərzimiz dəyişməliyik, daha çox qurucu olmalıyıq, daha çox uşaqlarımızı maarifləndirməliyik, istiqaməti dəyişməliyik və s. və bilmirəm nə dərəcədə fikirlərim izah eləyə bildim, amma Məncə də əsas faktorlar bunlardır. Həm təhsildə, həm valideynlər yönləndirməlidir, həm də ki özümüz təşəbbüs eləməliyik ki, nə isə quraq. Bizdə quruculuq biraz zəif gedir. Ona görə də o prinsipdən çıxmaq lazımdır ki, bir nəfər yazmışdı o günlərim ki, çox sağ olun, dəyişirsiniz və s. Nəsə özünüzü çatdırmağa çalışırsınız, amma bir nəfərdən nə isə dəyişə bilməz, amma dəyişə bilər. Dəyişir. Məsələ də ondadır ki, elə bir nəfər dəyişir. Bir nəfər siz, bir nəfər mənəm, bir nəfər odur, sonra da olur 100 nəfərdir. Bu cəmiyyət necə dəyişir? Elə dəyişir. Gündəlik işin nədən ibarətdir? Proqram çərçivəsində həm müxtəlif məhsullar yaranır. Yəni mən mühəndislərlə işləyirəm ki, o məhsulları deyək ki, bizim startup @AWS veb saytımız var. Orada startaplara hər hansısa bir proqramların göstərilməsi, necə apply eləyirlər, müraciət eləyirlər bizə və s. onlar var. Və yaxud daxili bizim sales komandamız üçün krediti, investisiyanı necə öz startapına müraciət belə almaq mexanizmi var ki, onlar qururuq. Ondan sonra o proqramların özü, bilirsiniz ki, proqramın arxasında bir sistem durur. Hansı kriteriya olmalıdır, necə müraciət gəlməlidir, o necə yoxlanılmalıdır. İndi məsəl üçün süni intellekt avtomatlaşdırması gedir ki, daha sürətli olsun. Əvvəl startap müraciət edirdi, 2 gün gözləyirdiksə, indi daha sürətli olmalıdır. Sonra bizim partnyorlarımız var ki, biz hansısa bir startap AWS-ə gəlmək istəyirsə, GCP-dən və Microsoft Azure-dan biz partnyorlarla da işləyirik ki, onlar kömək eləsinlər, texniki kömək dəstək göstərsinlər. Biz onlara da cash veririk, yəni pul veririk ki, sizin məsəl üçün hansı startapınız var, amma texniki baxımından capability yoxdur ki, özünüz götürüb servisləri data daşıyasınız AWS-ə, amma sizə biz partnyor veririk. O partnyor deyir ki, mənim xidmətim $15,000-dır. O $15,000 biz ona ödəyirik. Biz həm sizə kredit veririk, həm partnyora veririk ki, siz pulsuz burada daşıyasınız, üstəlik sizə də investisiya veririk. Onun da bir xüsusi bir şəbəkəsi var ki, partnyor gəlir, bizdən biz ona baxırıq, statement of work deyirlər. Onun quraşdırılması, sistemin quraşdırılması, partnyorlarla işləmək və s. və axır. Yəni belə bir çox müxtəlif bir ingiliscədən birbaşa tərcümə olsa da müxtəlif papaqlar geyinməyə məcbur oluruq. O da ki, yəni ona görə də bizi işə götürüblər ki, hər işi görə bilək. Dəstək olasın da. Ülfət bəy, bəs bu korporativ mühitdə proses sürətli gedirmi, yoxsa orada da proseslər uzanır və bir startapın böyüməsində lazımdır ki, daha sürətli olsun dəstək mexanizmi? Necə olur sizdə? Sürətli getmir. Ona görə də mənim kimi daima hər şeydən narazı olan, mənim də müdirim artıq mənim əlimdən bezib, ona görə göndərib Azərbaycana get istirahət elə. Ona görə mən bürokratiya xoşlamayan adamam. Amazonda da daima bürokratiya olur. Sadəcə olaraq uğurun səbəbi odur ki, onlar dəyişib daimi çeviklik eləyə bilirlər. Məsəl üçün bu yaxınlarda 30.000 nəfər insan çıxartdılar. Niyə insan çıxartdılar? Çünki orta menecment təbəqəsi, onlar daha çox korporativ düşüncədir. Onlar daha çox belə dedik, qənətlərin uzadıb altına adam çox yığmaq istəyir. Mənim kimi də adamlar altda biraz daha aşağıda zəngin olanda, zəncirdə olanda cırnıyır. Və bu proseslər elə olur ki, o aşağı başlayırlar təmizləməyə, təzədən startap kimi lean eləyirlər.
təzədən uyğunlaşırlar, sürətlə gedirlər, feedbackləri eşidirlər, daimi ki, hə nədir, nə lazım? Okay, noise-i qırağa yığışdırırlar və başlayırlar o feedbackləri götürməyə. Və düşünürəm ki, mən Amazon ümumiyyətlə təzə gələndə düşünürdüm ki, bu qədər 1,5 milyon işçisi var. Düzdür, hamısı korporativ işçi deyil. Korporativ işçi hardasa 330 mindən ibarətdir, qalanları warehouse və s. və Allah. Amma 330 min, ondan təsəvvür edin ki, 100 neçə mini AWS-dədir. İdarə etməyə və bu mexanizm bilirsiniz, AWS-in da elə bir yeri yoxdur ki, fiziki infrastruktur olmasın. İstəyir Dubay olsun, istəyir Almaniya olsun, istəyir uzaq şərq olsun. Bunları ancaq mexanizm şəklində idarə olunur. Yəni xoş niyyət, nə bilim, hər hansısa bir ki, bu yaxşı oğlandı, bu pis oğlandı və s. yox da. Mən uzun danışırsam, amma bunu mütləq demək istəyirəm. Jeff Bezosun belə bir məqamı var idi. O ilk dəfə təzə yarananda call centerlara özü gedib otururdu. Call center işçisi də danışırdı belə prosta problemi anlamaq üçün və bir məqamda elə olmuşdu ki, xanım call centerın agenti Jeff Bezosa demişdi ki, görərsiniz indi deyəcək ki, mənim mebelim sınıqdır. Və belə danışa-danışa belə oldu. Dedi ki, bəs filan maşın gəldi, bəs mənim mebelim qırıqdır, mənə refund verə bilərsinizmi? Buna refund oldu, məsələ bitdi. Jeff Bezos o call center agentindən soruşur ki, bəs siz nə bildiniz ki, onun bu belə şikayət eləyəcək? Xanım da Jeff Bezosa dedi ki, bizdə belə tez-tez olur. Biz bilirik ki, filan vendor filan yoldan gələndə filan regionun müştərilərə adətən şikayət eləyirlər. Jeff Bezos dedi ki, bəs bunun üçün biz nələr görürük? Elə belə sual verir də. O dedi ki, heç nə də gəlir, biz problemi həll eləyirik. Ondan sonra o mexanizm sistemi yaradıb, yəni ki, məsələ insanların xoş niyyəti deyil. O sürücünün niyyəti xoş ola bilər. Amma yol qırıqdırsa və biz onu biliriksə, sistematik olaraq nəyisə həll eləməliyik. Yəni feedback gəlməlidir, biz onu qəbul elədik. Biz bir problemin timsalında sistemi dəyişməyə çalışmalıyıq. Məsəl üçün bir dənə də deyim, çox danışıram, amma narahat olmayın. Bu otelə getmişdim. Oteldə post terminal işləmirdi və düzülüş yox idi normal. Mən ona deyirəm ki, ilk dəfədir rastlaşırsınız bu problem. Deyir ki, yox. Deyirəm, yəni feedback-i çatdırırsınız müdiriyyətə. Deyir ki, hə. Deyirəm, yəni neçə aydır? Deyir ki, nəmin bir 6 aydır. Yəni 6 ayda insanlar problemi bilərək mənim problemimi təkcə həll eləməyə çalışırlar. Siz qayıdıb feedback-i, mexanizm yoxdur ki, feedback loop. Ona sistemi dəyişsinlər. Gəlir, deyir, yola ver getsin, post terminal, hə, yoxdur, cache falan zat. Belə də ona görə də məncə şirkətin sürətli getmək üçün və cəmiyyətin də sürətli dəyişmək üçün məhz o feedback looplar lazımdır, mexanizmlər lazımdır ki, sistem tez işləyə bilsin. Ona görə də Amazonda da siz sual verdiniz, böyük problemlər var. Bu ixtisarlar buna görə olur. Böyük problemlər korporativ mühitin Ləhq bürokratiyanın olmaması üçün. 100%. Bizim CEO-muz da demişdi ki, məhz kultura, yəni heç bir AI falan olmamışdı. Məhz mədəniyyətə uyğun gəlməmək üçün onlar işdən çıxarılmışdı. Yəni o layoffların biri ona görə olmuşdu. Yəni çünki sevi hərəkət eləməliyik və Jeff Bezosun ümumiyyətlə Jeff Bezosu çox sayt eləyirəm, üzr hesab eləyin. Amma o bir dəfə deyirdi ki, biz bilirik ki, Amazon nə vaxtsa batacaq. Bizim başlıca məqsədimiz odur ki, onu maksimum gecikləndərək. Yəni ona görə bəllidir ki, bir cycle var, gedib çıxardacaq. Amma yəni biz maksimum şirkət olaraq çalışırıq ki, o sistemi quraq və s. və axır. O bürokratiya hər yerdə var, bizdə də var. Amma işçilər də işə götürülür ona görə ki, onu görsün, cırnasın, daimi narazı olsun, obyektiv şəkildə və nəsə problemini həll etməyə çalışsın. Ona görə mən hamını dəvət edirəm ki, maksimum narazı olsun, amma yəni obyektiv şəkildə də belə boşuna populist, pafoslu çıxışlar. Demagogluq eləməsinlər. Demagogluq eləməsin. Çox sağ olun İpək bəy. Çox xoş idi sizinlə müsahibə. Reelslərdən daha maraqlı oldu, gördünüzmü? Instagram reelslərdən daha çox danışdınız mənə və daha çox informasiya verdiniz. Hansı ki bu bizim auditoriya üçün çox faydalı olacaq əminəm. İnşallah. Biz çalışacağıq ki, elə hədəf auditoriyaya bu podkastı çatdıra bilək.
Çox sağ olun bir daha vaxt ayırdınız. Buyurun, xoş idi. Çox sağ olun dəvət üçün. Sağ olun.